Bəzi banklar bankomatlarına 1, 2 yox, 5, 10 və daha yüksəkdə olan əskinazlar yükləyir. Bu isə vətəndaşların narazılığına səbəb olur. Bəs maraqlıdır, bütün banklar müxtəlif nominallı pulları niyə bankomatlara yükləmirlər? Ya da yüklənir, amma bankomatlar vətəndaşlara bu əskinasları verməkdən imtina edir. Axı hər zaman tam məbləğ çıxarmaq lazım olmur. Əksər hallarda xırda pullara da ehtiyac yaranır. Konkret məbləğlər yazılır. 5 manat, 10 manat, 20 manat bu qədər çıxarda bilərsiniz. Manatlıq çıxmır. Nə vaxt, nə qədər istəmişəm, o qədər də çıxarmışam. Dəfələrlə olub, yəni. Əslində səbəbini çox bilməsəm də deyirəm, yəqin çox çıxarılır, qalmır büdcədə, büdcənin azlığından mı ola bilər və yaxud da əskinazların azlığından mı ola bilər, çapdan az mı çıxır, yəni onu dəqiq bilmirəm. Məsələnin müxtəlif bankların müştərilərini narahat etmə səbəbləri də fərqlidir. Çünki 5, 10, 20 manatlıq əskinasları çıxardıqdan sonra onu xırdalamaq problem yaradır. Məsələn, gündəlik tələbatda olan çörək, göyərti alanda satıcılar bizdən qəpik ya da 1 manat tələb edir. Əgər mağazalar xırdalamırsa, nəqd ödənişlə fəaliyyət göstərən nəqliyyat vasitələri xırdam yoxdur deyirsə, bankomatlar manatlıq vermir cavabımız onları qane edəcək. İqtisadçılar deyirlər ki, 1-2 manat olan nominallar dövriyyədə çox olduğuna görə bəzi banklar yığımı qısa müddətdə həyata keçirə bilmir. Bu ləngimələrdə 5 manata dək olan pulların bankomata yüklənməsinə təsirini göstərir. Belə hallara isə istər paytaxt Bakıda, istərsə də regionlarda tez-tez rast gəlinir. Təqaüd alanda, maaş alanda bu vəsaitləri tam olaraq məxaric edirlər ki, bu zaman bu nominallara tələbat artdığından bankomatlarda belə deyək də bunlar tez bir zamanda tükənə bilər. Bankomatdan vəsaitləri nağdlaşdırırlar və bu zaman bankomatda müəyyən bir defisit yarana bilər. Amma bu müvəqqəti xarakterlidir. Bu nəzarətdə olduğuna görə banklar həmin o boşalmış və yaxud da pul vəsaiti az olan bankomatları dövriyyəsini gördüyünə görə onun dərhal inkasasiyasını həyata keçirirlər. Mütəxəssislər hesab edirlər ki, bu həm də nəqdsiz dövriyyənin, post terminalların, onlayn ödənişlərin təşviq və təbliğ olunması üçündür. Amma unutmayaq ki, hələ də post terminallarla fəaliyyət göstərməyən məkanlar, nəqd ödənişlə həyata keçirilən biznes sahələri var. Nəqd pulun ölkə ərazisində dövriyyəsini isə Mərkəzi Bank təşkil edir. Banklar nominallar üzrə bölgü zərurətləri də nəzərə alınmaqla öz müştərilərinin nağd pula olan tələbini tam qarşılamaq üçün milli pul nişanlarını öz kassaları və bankomatları vasitəsilə təkrar tələbinə buraxır. Bu zaman onların bankomatlarının yerləşdiyi ərazilər üzrə tələbat səviyyəsi nəzərə alınaraq banklar tərəfindən nominalların bölgüsü və bankomatlar üzrə təchizatı təmin edilir. Mərkəzi Bank rəsmisi onu da vurğuladı ki, əhalinin nəqd pula, xüsusilə də manatlıq əskinasa olan böyük tələbatı mütəmadi nəzarətdə saxlanılır. Həmçinin pulların nominallar üzrə optimal bölgüsünə diqqət yetirilir. Aydan Əliyeva, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.